Hansı suallarla bağlı 108 çağrı mərkəzinə zəng eləyə bilərik? Dövlət qurumları və həmçinin özəl müəssisələr tərəfindən göstərilən xidmətlərlə bağlı Çağrı mərkəzində çalışmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır? aydın və nəzakətli ünsiyyət qabiliyyəti olmalıdır, səbir və Şirin dili stresə olmalıdır da həm də. deyək. 108 çağrı mərkəzinə gün ərzində neçə zəng gəlir? 3000-3500 zəng daxil olur. Deyək vətəndaş zəng vurmaq istəmir və yaxud da konturu yoxdur. Sualları nətər ünvanlaya bilər? Onlayn chat və yaxud da onlayn əlaqə bölməsinə daxil olub vətəndaş bizə istədiyi sualları ünvanlaya bilir. 108 çağrı mərkəzinə ən çox verilən 3 sual hansıdır? Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti ilə bağlı olurdu. Bir əməkdaş gün ərzində nə qədər sual cavablandırır? Bir nəfər təxmini 100-130 zəng arası cavablandırır. Adımız asan olsa da işimiz çətindir deyəsən. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-N qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəsdə görünür. Essentiale Forte-N həyatı tam qaraciyərinizlə sevin. Hansı suallarla bağlı 108 çağrı mərkəzinə zəng edə bilərsiniz? Suallara cavab almaq üçün telefon zəngindən başqa hansı üsullar var? Vətəndaşlar xidmətdən razıdırmı? Çağrı mərkəzində çalışmaq üçün şəxsdə hansı keyfiyyətlər olmalıdır? Qəbuldasanda bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Verilişin qonağı vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi şöbəsinin müdürü Nərmin Mehdiyevadır. Nərmin xanım, salam, xoş gəldiniz. Salam, xoş gördük. Nərmin xanım, hansı suallarla bağlı 108 çağrı mərkəzinə zəng eləyə bilərik? 108 çağrı mərkəzi vasitəsilə Asan Xidmət və Asan Kommunal mərkəzlərində fəaliyyət göstərən müxtəlif dövlət qurumları və həmçinin özəl müəssisələr tərəfindən göstərilən xidmətlərlə bağlı məlumatlar almaq mümkündür. Bilirsiniz ki, Asan Xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıq 400-ə çatıb. Bunlar həm müxtəlif dövlət qurumları tərəfindən göstərilir, həm də özəl şirkət və müəssisələr tərəfindən, məsələn, tibbdir, sığortadır, hüquqi yardımdır. Bank xidməti və bu xidmətlərdən yararlanmaq üçün vətəndaşlar zəng edərək həm sənəd toplusu barəsində, həm dövlət rüsumları, xidmət haqqılar və yaxud da ümumi xidmətin prosedurları barədə suallarını ünvanlaya bilirlər. Bundan əlavə xidmətlərlə bağlı yaranan müxtəlif təklif və şikayətlərini də qeydə alırıq. Nərmin xanım, 108 çağrı mərkəzi insanların düşünürəm güvəni qazana bilib. Və deyək ki, vətəndaş səhv zəng vurdu, səhv sualla bağlı. Siz nə cavab verirsiniz onlara? Yönləndirirsiniz heç olmasa, yoxsa sağollaşırsınız? Olur belə hallar və bu hallarda biz maksimum çalışırıq vətəndaşa köməklik göstərək və yaxud da onu müvafiq quruma yönləndirək, bir yol göstərək. Bəs 108 çağrı mərkəzinə gün ərzində neçə zəng gəlir? Gün ərzinə bugünkü gündə bu müxtəlif zamanlarda dəyişə bilir. Hal-hazırda gün ərzində təqribi 3000-3500 zəng daxil olur. Bundan əlavə bizdə başqa onlayn chat vasitəsilə 300 müraciət daxil olur. Sosial şəbəkələr vasitəsilə 300-350 müraciət cavablandırırıq. Bəs ümumilikdə sizdə belə bir statistika varmı? 108 çağrı mərkəzinə nə qədər zəng gəlib? Bugünə qədər artıq 11 milyona yaxınlaşır zəng sayı. 11 milyon zəng. Bu əslində çox böyük rəqəmdir. Bəs vətəndaş məmnunluğunu ölçə bilirsiniz? Vətəndaşlarımız razıdır? Bilirsiniz, dediyim kimi biz 108 çağrı mərkəzi olaraq fevral ayının 1-dən 2013-cü ildən fəaliyyət göstəririk və bugünə qədər əgər biz zənglərdən danışsaq, bu artıq 11 milyona yaxınlaşırsa, bu deməkdir ki, vətəndaşlar təkrar və təkrar bizim xidmətə müraciət eləyir və xidmətdən yararlanırlar. Digər tərəfdən bu il ərzində daxil olan zənglərin təqribi 98% üzəri cavablandırılıb. Yəni itima faizimiz, zənglərin itima faizi çox aşağı olur. Həmçinin çağrı mərkəzində vətəndaş məmnunluğunun ölçülməsi üçün səsli menyu IVR sistemi ilə vətəndaşlara qiymətləndirmə təklif olunur. Bu prosesi sizə izah edeyim. Zəng bitdikdən sonra vətəndaşa yönləndirilir funksiya, hardakı o 1-dən 5-ə qədər bəli, zəngi qiymətləndirə bilər. Sonradan biz bu materialları təhlil edirik və buna əsasən vətəndaş məmnunluğunu ölçə bilirik. Deyək, vətəndaş zəng vurmaq istəmir və yaxud da konturu yoxdur.
necə eləyə bilər? 108-ə sualları nətər ünvanlaya bilər? Siz bayaq sosial media dediniz. Bu barədə istəyərdim danışasınız və başqa üsullar varmı? Bəli, bizdə asan xidmətdə bilirsiniz ki, asan xidmət prinsipləri çox böyük önəm verilir və eləcə də bizim sahəmizdə və burada xidmətin vətəndaşa əlçatan olmağı çox böyük rol oynayır. Bunun üçün biz stasionar və qısa nömrəmizdən əlavə olaraq müxtəlif alternativ üsullar da təklif edirik vətəndaşlara. Asan xidmətin rəsmi internet səhifəsi var, bilirsiniz, Asan Qovaz. Ora daxil olaraq onlayn chat və yaxud da onlayn əlaqə bölməsinə daxil olub vətəndaş bizə istədiyi sualları ünvanlaya bilir. Həmçinin elektron poçt ünvanımız var, info@asanqovaz. Bundan əlavə sosial şəbəkələr hamının istifadə elədiyi Facebook, Twitter, Instagram, YouTube və s. Oradan da müraciətlərini ünvanlaya bilirlər. Əlavə olaraq asan xidmət mərkəzlərində Skype köşkləri yerləşdirilib, hansı ki vətəndaş ora daxil olaraq bir düymə vasitəsilə çağrı mərkəzinin operatoru ilə əlaqə saxlayaraq istədiyi məsələləri bildirə bilirlər və yaxud da mərkəzdə hər hansısa bir hal baş veribsə, şikayət təklifini də bildirə bilir video qəbul vasitəsilə. Həmçinin asan xidmət mərkəzlərində çağrı mərkəzinə ödənişsiz əlaqə saxlamaq üçün stasionar telefon köşkləri də var ki, oradan da vətəndaşlarımız yararlana bilərlər. Bəs sosial mediadan gələn suallara neçə müddətdə cavab verirsiniz? Çalışırıq ən qısa zamanda cavab verək. Aydındır. Bir də 108 çağrı mərkəzində neçə əməkdaş çalışır? Hal-hazırda 65 nəfər əməkdaş çalışır. Aralarında vəzifə bölgüsü aparılıb. Bir əməkdaş gün ərzində nə qədər sual cavablandırır? Operatorlardan söhbət gedirsə, bir nəfər təxmini 100-130 zəng arası cavablandırır. Bir əməkdaş gün ərzində 130 zəngə cavab verir. Adımız asan olsa da işimiz çətindir deyəsən. Yorulmayasınız deyirik sizə. Təşəkkür edirəm. Xatırladım ki, Qəbuldasan verilişi efirdədir. Aparıcı mənəm İlqar Mehmanoğlu. Qonağım Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi şöbəsinin müdiri Nərmin Mehdiyevadır. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-in qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəsdə görünür. Essentiale Forte-in həyatı tam qaraciyərinizlə sevin. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Qonağım Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi şöbəsinin müdiri Nərmin Mehdiyevadır. Biz 108 Çağrı Mərkəzinin fəaliyyəti barədə danışırıq. Nərmin xanım, bir sual məni maraqlandırır. Çağrı mərkəzində çalışmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır? Çünki bu biraz fərqli sahədir. İstənilən çağrı mərkəzində çalışan əməkdaş Azərbaycan dilində səlis və aydın danışıq bacarığına malik olmalıdır. Həmçinin aydın və nəzakətli ünsiyyət qabiliyyəti olmalıdır. Səbir və Şirin dili olmalıdır da həm də. Deyək. Səbirli və stresə davamlı olmalıdır. Vətəndaş yönlü olmalıdır. Bilik və bacarıqlarını mütəmadi olaraq artırmalıdır. Məntiqi düşünə bilməlidir. Empatiya hissi qura bilməlidir vətəndaşlarla və s. Nərmin xanım, əslində çağrı mərkəzində çalışmaq heç də asan məsələ deyil də. Xüsusilə operator olaraq çalışmaq streslidir düşünürəm. Gərgin bir qrafik var. Siz bu istiqamətdə əməkdaşlarınızla hansı iş görürsünüzmü? Təlimlər olsun və digər istiqamətlərdə? Bəli, dediyim kimi call centerdə çalışan əməkdaş müəyyən keyfiyyətlərə malik olmalıdır. Bundan əlavə əməkdaş mütəmadi olaraq bilik və bacarıqlarını artırmalıdır. Biz bilirsiniz, qanunvericiliyə uyğun vətəndaşların müraciətlərini cavablandırırıq və ona görə mütəmadi olaraq o qanunvericilik bilikləri artırılmalıdır, dəyişikliklər izlənilməlidir və s. Bunun üçün müxtəlif təlimlərə cəlb edirik operatorları və ümumi bütün əməkdaşları. Ümumilikdə deyə bilərəm ki, bizim qurumda əməkdaşların o şəxsi inkişafına çox böyük bir önəm verilir, eləcə də bizim sahəmizdə.
Əməkdaşlarla mütəmadi olaraq görüşlər keçirilir. Bu həm psixoloqlar tərəfindən olur, həm təlimçilər tərəfindən olur. Əməkdaşların təlim ehtiyacları müəyyən edilir, onlara uyğun təlimlər təşkil olunur. Burada söhbət ancaq bilik və bacarıqların artırılmasına dair təlimlərdən getmir, həm də əməkdaşların emosional stabilliyinin qorunması üçün nəzərdə tutulan təlimlərdir. Bu işlə məşğul olan müvafiq struktur bölmələr var və departamentlər var ki, bu təlim işlərini aparırlar. Təşəkkür. Bəs 108 çağrı mərkəzinin iş qrafiki necədir? 108 çağrı mərkəzi bazar ertəsi cümə günləri saat 9:00-dan 18-ə qədər canlı iş rejimində çalışır. Bundan əlavə bayram günləri və qeyri-iş günləri və yaxud qeyri-iş saatları isə 24 saat avtomatlaşdırılmış. Elə onu soruşacaqdım ki, iş saatı bitəndən sonra necə olur bu zənglərin aqibəti? 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi mövcuddur. Hansına ki, biz vətəndaşlar tərəfindən daha çox verilən sualları və cavabları yerləşdirmişik və vətəndaş ora zəng edərək 24 saat ərzində ona maraqlı olan məlumatı dinləyib ala bilir. 108 çağrı mərkəzinə ən çox verilən 3 sual hansıdır? Qeyd edim ki, müxtəlif dövrlərdə bu daha çox verilən sualların məzmunu biraz dəyişə bilir. Son zamanlar təhsil ilinin başlaması ilə əlaqədar olaraq vətəndaşlar tərəfindən daha çox verilən suallar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti ilə bağlı olurdu. Yay aylarına nəzər salsaq, vətəndaşların istirahətə getdiyi bir dövrlərdə ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi daha aktual olur. Və yaxud hər hansısa bir hesabatlıq dövrlərində vergi xidməti ilə bağlı olan suallarda artımlar müşahidə olunur. Ümumilikdə mütəmadi olaraq doğumun və nikahın qeydə alınmasıdır, notariat xidmətləridir və yaxud kommunal xidmətlərdir ki, suallarımızın əksəriyyətini təşkil edir. Nərmin xanım, bir layihə var idi 108 çağrı mərkəzində süni intellekt tətbiq olunacaqdı. O layihə ilə bağlı bir yenilik varmı? Bilirsiniz, biz mərkəz olaraq ümumiyyətlə çalışırıq texnoloji baxımdan innovativ sistemlərlə çalışmağa və bizim qurumda süni intellektə çox böyük bir rol verilir və bir çox sahələrdə bilirsiniz ki, artıq tətbiq olunur. Eləcə də bizim sahəmizdə də bu nəzərdə tutulur. Süni intellekt əsaslı chat nəzərdə tutulub, voice bot nəzərdə tutulub ki, onlar üzərində hal-hazırda işlər aparılır. Vətəndaş bu halda zəng edib, canlı operatorla danışırmış kimi hiss edib, həmin... Amma süni intellekt olacaq. Amma süni intellekt olacaq. Mən bildiyim qədər sizin Asan Radioda da var, bəli, tətbiq olunur. bizim artıq süni intellekt aparıcılarımız var. İşlərimizi əlimizdən olmasalar yaxşıdır. Məsələn, xəbərləri artıq onlar aparırlar. Bu sahədə bizdə də işlər aparılır. Həmçinin bayaq mən sizə qeyd eləmişdim, bu qiymətləndirmə ilə bağlı vətəndaş qiymətləndirməsindən danışdım. Mütəmadi olaraq zəng keyfiyyətinin və operatorların xidmətinin keyfiyyətinin artırılmasına görə bizdə daxili qiymətləndirmələr də mövcuddur ki, hal-hazırda biz onları əməkdaş olaraq edirik və nəzərdə tutulur ki, süni intellekt əsaslı qiymətləndirmə sistemi də yaradılsın və bu sahədə də işlər aparılır. Bəs süni intellekt tətbiq olunandan sonra 108 çağrı mərkəzində çalışan operatorlarımızın, digər işçilərin aqibəti necə olacaq? Onları işdən kənarlaşdıracaqsınız, yoxsa necə? Süni intellekt onların işini əlindən alacaq, belə qısa desəm. Xeyr, düşünürəm ki, bu alternativ bir variant olacaq. Təşəkkür. Çox sağ olun. Vaxt ayırıb gəldiyinizə görə minnətdarım. Və sizə işlərinizdə uğurlar arzulayırıq. Çox sağ olun. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim, İlqar Mehmanoğlu. Qonağım isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi şöbəsinin müdiri Nərmin Mehdiyeva idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-in qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəslə görünür. Essentiale Forte-in həyatı tam qaraciyərinizlə sevin.